Deməli, dostlar, bizim barımızda beçim elləndi. Neyse, xeyri olmadı. Bayaq baxdıq, yəni ən gözləmədiyim arı karmika. İşdən zəif çıxmış bir arımız beçim elləndi. Anarını tapıb saldım qəfəsə. Göstərim anarın izi kiçilib. Anarı qəfəsdə bir qədər geçiriyorsan bəlkə də. Amma kifayət qədər kiçilib. Artıq bu beçə hissəyindən irəli gəlir. Arını. Anar üsküyləri qoyublar. Mən də bir üsküyü saxlayıb qalan koloniyanı ümumilikdə köçürdəcəm digər yerə. İlk öncə üsküy olan çərçivəni götürüm. Anar güneşə məruz qoymayaq. Bakın, çok büyük bir üsküyü var burada. Bu üsküyü koyacağım bu kolonyaya. Yeni yaşayın. Bütün işçiler burada qayıtdığına göre burada kifayət qədər güclü bir qoşun sayı olacaq. Yani arı sayı olacaq. Tam çərçivələr verəcəm sonra bura. Arılar qabarsın deyə. Onu qoyaq bura. Mən anarını görməyənə qədər ana dəyişmə hesab elədim. Yəni anarını görəndə artıq əmin oldum ki, bu beçədir. Çünki anarı kiçilib. Ana dəyişmə olanda anar ölçülərini dəyişmir. Olduğu kimi qalır. Bir dənə yumurtalı çərçivə qoyuram. Bir dənə də yeni toxunmuş çərçivə verəcəm. Bu arıya bal ehtiyatı var hal-hazırda üzərində. Yəni ehtiyac yoxdur bu arıya nəsə verməyə. Çünki bütün tarlaçılar geri qayıdacaq. Əsas qida ehtiyatı buna lazımdır. Yəni də bu cür yeni qabarmış pətək verəcəm. Sonra gətirib buranın kənarlarına tam çərçivələr verəcəm. Biz nə istəsək də, nə eləsək də xeyri olmadı. Arılar beçiyə meyilləndilər. İndi bunu götürüb aparacam başqa yerə. Ağırdı. 2 qatı birdən aparmaq olmaz. O ay kadar da nektar toplamıştılar. Bu kolonyanı koyduk bunun yerine. Görürsünüz tarlasılar qayıtdı gəldi hamısı bura. Bağlayırıq bu şəkildə. Vəssalam. Qalacaq burada. Bax bura. Bu il heç istəməsək belə arılarımızın çoxu beçiyə meyilləndi. Biz bu şəkildə bölməsək arıların beçiyə gedib bizdən qaçma ehtimalı çoxdur. Çünki arının başında durmalısan beçədən ötürü. O da bizdə o vaxt yoxdur.